Əhməd Əl-Həsənin digər gülünc iddia etdiyi məqamlardan biri də budur ki, o öz kitablarında, indi ya ona nisbət verilən kitablarda ən azı tərəfdarları qəbul edirlər bunu. Bu iddiadır ki, gəlib deyir, bütün mələklər mənə tabidir, mənim ixtiyarımdadır. Yəni, və məlakətullah, Allahın mələkləri və cunudullah və qoşunları Məhdinin, birinci Məhdinin əmrinə tabidirlər. Yəni, birinci Məhdi nə əmr eləsə, onlar da yerinə yetirirlər. Kəma ənəhu, necə ki, digər imamlara, məsələn, tabidirlər, onlar da mənə tabidirlər. Əlbəttə, öz adını demir, yəni məlumdur ki, birinci Məhdi iddiasını edir. Yəni, birinci Məhdiyə tabidirlər, Yəmaniyə tabidirlər, yəni mənə. Bütün mələklər qalıblar, kimin əmrinə kimin əmrini gözləyirlər? Əhməd Əl-Həsənin əmrini gözləyirlər. Allahın qoşunları ki, Quran-ı Kərim buyurur, göylər və yerlər hamısı Allahın qoşunudur, hamısı Əhməd Əl-Həsənin əmrinə tabi edirlər. Bəli, əzizlər, təsəvvür edin, indi bu cür şəxs gedir, müharibə eləyir, amma məğlub olur. Görəsən, mələklər niyə bunun köməyinə gəlməmişdi?